Ala parkdayıq, qardaş. Mən biləm ona nə deyəcəm. Sən mən daha sustura bilməzsən. Eksən qaş. Can dadaş deyən dilbə quzu. Ara dadak nədir? Yala qaqaç deyirəm. Hələ qulağı da ağrır. Eşitsən məni? Qaş, bu evlilik. Baş tutmayacaq. Eşitdin? Otur motosikleti var. Davay bas bayra buradan. Getdin. Halal olsun qaqaş, ala kimizin canı. Bu dəqiqə əlimdə qılıncı altında at olsaydı, yalıncıq deyərdim sənə mən qaqaş. Hala yalıncığına da hala nə ağızva gələndaysan. Hala yalıncıq o qılıncın altından keçən deyil. Ala duraq çonaya bax qaqaş, ala olsun qıpçaq məlik. Nə daxil var? Hala Sən tərif deyirəm də la. Nəysə. Dadaş, pişiyim. Sən fikir vermə də qardaş oğlunun sözlərinə. Yaxşı uşaqdır da danışır. Ay yox, narahat olma göyərçinim. Bu sözü heç ürəyimə dəymir. Bu nədir qaqaş? Ala bir-birinə dovşan deyir, bir-birinə pişik Zoopark da ola bura qaqaş. Yığışdır nə ala zaman parkın ortasındayıq. Hala bir dəqiqə dayan qaş. Məsələşdim Ya, onu çıxıb gedəcəm. hala bir dəqiqə istənmə qaş. Bir dəqiqə dayan. Hala Smalik sifət. Davay otur dedim motosikleti var. Sürüş buradan. Davay. Smalik Davay. Nə deyir İsmail? Smalik havalı. Sən niyə demədin belə şirin Ala qardaş gülür oğlum? ala. Kardeşim sürüşü benim problemim değil. Ben motosiklet süren adamım ama xeyir dua ilə sürüşəkdə. Səncə? Ala deyirəm bədənə bax, xasiyyətə bax ala.